İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində aləm münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qaynanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib. Aybəniz Məmmədova hadisə yerində ölüb. Digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Kamran Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan Leon markalı ov tüfəngi götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən əlavə edilib ki, Kamran Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib. Öz raportu əsasında bir müddət öncə xidmətdən xaric olub. Araşdırma aparılır.